Bu Həzrəti Peyğəmbərin Qədir-i-Xum günü həmin məhşur xütbəsidir. Məgər şəhadət vermirsiniz ki, Allahdan başqa ilah yoxdur və Muhammed sallallahu aleyhi və aleyhi və səlləm onun rəsulu, bəndəsi və rəsuludur, elçisidir. Qalu bəla, yerdən nidalar ucaldı. Əlbəttə ya Rəsulallah. Fəqal, Peyğəmbər əleyhissalam davam elədi sözünə. Ələstü əvlə bil müminə min ənfusihim. Deyin görün, mən möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi deyiləmmi? Qalu bəla ya Rəsulallah. Yerdən nidalar ucaldı. Əlbəttə, ey Allahın Peyğəmbəri, sən möminlərə özlərindən daha artıq ixtiyar sahibisən. Fəəxəzə biyədi Əliyyin fərəfəəhə. Bu zaman nə baş verdi? Həzrət Peyğəmbər İmam Əlinin əlindən tutdu və yuxarı qaldırdı. Və ondan sonra bu məhşur kəlməni buyurdu. Mən kuntum mevlahu fəhəzə Əliyyun mevlah. Ey insanlar, mən ki kimə ixtiyar sahibiyəm, mən ki kimə övlayam, mövlayam, bilsin ki bu Əli də ona mövladır. Ondan sonra Həzrət dua elədi. Allahümmə vali mən valah və adi mən adah və ansur mən nəsərah və xzul mən xəzələh. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol, ona yardım edənə yardım et, onu tək qoyanı tək qoy. Allah Rəsulü bu duanı elədi Həzrət İmam Əlinin barəsində. Ondan sonra buyurdu, Məəşirən nas, ey insanlar, İnnəlləhə qəd nəsəbəhu ləkum vəliyyən və imamən. Allah şübhəsiz ki sizin üçün bu şəxsi vəli və imam təyin etdi, imam seçdi. Və fərədə ta'ətəhu alə muhacirinə vəl ənsar və alə tabi'inə ləhum bi ihsan. Sizdən olan muhacir və ənsarlara və onlara yaxşılıqla tabi olanlara bu şəxsi imam təyin etdi, imam və vəli təyin etdi. Məəşirən nas, ey insanlar, tədəbbərul Qur'an. Qur'an üzərində çoxlu düşünün, ayələrini dərindən anlayın və onun möhkəm ayələrinə diqqət edin, mütəşabih ayələrinin isə ardınca getməyin. Fəvallah lən yubəyyinə ləkum zəvahirəhu və lə yufəddihu ləkum təfsirəh. And olsun Allaha, onun həqiqi təfsirini və sözlərini sizə yalnız indi əlindən tutduğum şəxs açıqlaya bilər. Daha sonra Peyğəmbər əleyhissalam yenidən Həzrətin İmam Əli əleyhissalamın əlin qaldırdı. Ələ innəhu əxi və vəsiyyi və xəlifəti. Bilin, ey insanlar, agah olun, bu şəxs mənim qardaşımdır, mənim vəsimdir və məndən sonra xəlifəmdir, canişinimdir. Bu, Həzrət Peyğəmbər əleyhissalamın Qədir-i-Xumda İmam Əli əleyhissalam barəsində işarə etdiyi xütbədən bir hissədir, bir kəlmədir. Bu xütbədə nöqtələr nədir? Bu xütbədə Allah Rəsulunun bizə mesajı nədir? Diqqət eləsiniz, Allah Rəsulu xütbəsinə necə başlayır? Allaha həmd səna ilə başlayır və insanlardan sual eləyir. Bilirsiniz, hamımız Allah qarşısında hesab verəcək. Məndən də sorğu sual olunacaq, sizdən də sorğu sual olunacaq. Danışın, deyin, görün, mən sizə necə peyğəmbərlik etdim. İnsanlar əlbəttə müsbət cavab verirlər buna. Ondan sonra sanki bir əhd alma missiyasını yerinə yetirir Allah Rəsulü. Bir əhd alır insanlardan.
Buyurur ki, məgər siz şəhadət vermirsiniz Allahdan başqa ilah yoxdur? Məgər şəhadət vermirsiniz Muhammed sallallahu aleyhi və aleyhi onun rəsulu və bəndəsidir? Diqqət edirsiniz, bu əhdi, bu şəhadəti alır Allah Rəsulu. Quran-ı Kərim bəzi ayələrdə Peyğəmbərə itaətdən danışır. Buyurur, Allaha itaətlə yanaşı gətirir. Ətiullah və ətiur Rasul. Allaha itaət eləyin və Peyğəmbərə itaət eləyin. Və ardınca buyurur, və la tubtilu ə'malakum. Əməllərinizi batil eləməyin. Peyğəmbərə itaət etməmək, bütün yaxşı əməlləri batil etməkdir. Hansı mövzuda olur olsun. Bir şəxs Peyğəmbər əmr eləyib namaz qıla, bir şəxs Peyğəmbər əmr eləyib şərabdan çəkin, zinadan çəkin, çəkinə, bütün əmrləri yerinə yetirə. Amma bir əmrin poza, Peyğəmbərin bir sözünə asi ola, Quran buyurur, onun əməlləri batil olar. Əbu Zürarə deyir ki, İmam Baqir əleyhissalamın dilindən nəql edir bu hədisi. Allah Taala'nın ən son vacib etdiyi əməl vilayətdir. 12 imamın vilayətidir. Ən sonda vacib etdiyi əməl budur, imam buyurur. Bundan sonra heç bir vacibat olmadı. Heç bir əmr olmadı ki, insanlar bunu edin ya bunu etməyin. Sonda bu tapşırılır insanlara. Ona görə ki, mühümü budur, insanlar vilayətə tabi olsunlar. Bəzən imaməti tövhidlə qarşı gətirirlər, zid gətirirlər. Eyni bizə Allahın kitabı yetər deyənlərin sözünə bənzəyir. Bizə Allahın kitabı yetər deyənlərin sözünə. Peyğəmbər əleyhissalam xəstə yataqda yatdığı zaman buyurdu ki, mənə bir kağız qələm gətirin, elə bir şey yazdırım sizə ki, məndən sonra azğınlığa düşməyəsiniz. Məlum, bir şəxs qalxdı, dedi ki, bu kişi sayıqlayır, bizə Allahın kitabı yetər. Biz Qədirxum xutbəsində bir nöqtədə qeyd elədik, Quran barəsində. Peyğəmbər əleyhissalam buyurur, Quran üzərində tədəbbür edin, dərindən düşünün. Necə düşünək? Onun möhkəm ayələrinə tabi olun, mütəşabih ayələrinin isə ardınca getməyin. Həzrətin əlindən tutduğu halda bəyan eləyir bu xutbəsini Peyğəmbər əleyhissalatu vəssalam. Onun təfsiri fəqət bu şəxsdədir. Hər kəs istəyə o ayələrin izahın, təfsirin bilə, bu şəxsə müraciət eləsin. Peyğəmbər əleyhissalam bunu bəyan eləyir. Qədirxumda nöqtə vurur, yəni tək Quran deməyin, Quranda möhkəm ayələrlə yanaşı mütəşabih ayələr var ki, onların təvili, onların təfsiri imamətdədir, vilayətdədir. Onların öhdəsindədir Quranın mütəşabih ayələrinin təfsiri. Mütəşabih ayə nədir? Möhkəm ayə o ayədir ki, hökmü aydındır. Fəqət bir mənaya işarədir. Namaz qılın, bir mənadır. Oruc tutun, bir mənadır. Zinadan çəkinin, bir mənadır. Şərab içməyin, bir mənadır. Mütəşabih ayə isə ayədən bir neçə məna başa düşülə bilər. Tək bir məna yox. Ola bilsin 2 məna, ola bilsin 5 məna və daha çox məna başa düşülə bilər ayədən. Allah Rəsulu buyurur ki, Quran üzərində düşünün, tədəbbür eləyin, möhkəm ayələrinə itaət eləyin, amma mütəşabih ayələrinin ardınca getməyin. Yəni, bir şəxs götürə Quranı 6236 ayəni hamısını oxudum, hamısını əməl eləməliyəm. Yox, Allah Rəsulü deyir ki, orada mütəşabih ayələr var ki, onların təfsiri mənim vəsilərimdədir. Onların sözünə baxın ki, burada nə deyir? Hansı mənanı buyurur Mütəala Allah? Tamamilə inkar edin mənasında deyil ha bu Allah Rəsulunun bu sözü. Yəni, oxuduğunuz ayəni zehninizdəki məna ilə
yorumlamayın, təfsir eləməyin. Onun mənasını, təfsirin soruşun. Necə ki, əlin qaldırdı Həzrətin, bu şəxsdən soruşun buyurdu. Mütləq ittiba, mütləq itaət. Bu, Allah Teala'nın insanlar üzərində əsas imtihanıdır. Mütləq itaət odur ki, niyə edim sualı vermir insan. Əmr gələndə niyə edim sualını vermir insan. Quran necə ki, bizə şeytan və Həzrət Adəmin qissəsini danışır, niyə edim sualını vermir. 2 dənə əmr var da, Quran bunu bəyan eləyir. Şeytana da əmr var, Həzrət Adəmə də. Şeytana deyir ki, səcdə elə, şeytan eləmir və dəlil də gəlir. Niyə eləyim ki, mən ondan üstünəm. Həzrət Adəm əleyhissalama da deyir ki, sən və zövcən la təqrəbə hazihi şəcərə, bu ağaca yaxınlaşmayın. Həzrət Adəm demədi, ilahi niyə yaxınlaşmayın? Baxın, nöqtə budur. Doğrudur bu ayə, bu qissənin bir hissəsində ki, şeytan onları azdırdı və o ağaca yaxınlaşdılar. Amma burada nə baş verdi? Burada Həzrət Adəm demədi, ilahi niyə yaxınlaşmayın ki? Nə var ki o ağacda? Bax, mühüm məsələ budur. Bəzilər deyirlər ki, kör-körənə əməl eləmək, bəli, amma baxır harda, necə? Ağıl elə buracan gəlib çatıbsa ki, Allah vəlisini tanıyıb, ondan o yana artıq buraxır onun öhdəsinə. Əmri buraxır onun öhdəsinə və mütləq itaət eləyir. Siffin döyüşündən qayıdırdı Həzrət Əli əleyhissalam qoşunu ilə. Zöhr azanı verildi. Qoşun hamı dayandı, hazırlaşdı zöhr namazını qılmağa. Həzrət Əli əleyhissalam davam elədi. Minlərlə səhabənin içindən Malik Əştər təkcə Həzrətin ardınca düşdü ki, cəmaət hamı dayandı namaz qılmağa, Allahın əmridir, namaz vacibdir. Malik Əştər isə gördü Həzrət dayanmadı, İmam Əli əleyhissalam dayanmadı, o da dayanmadı, onun ardınca hərəkət elədi. Biz sonradan soruşurlar ki, Malik, niyə dayanmadın, nəsə bir mühüm məsələ danışmışdınız Həzrətinə, sən nəsə bilirdin? Dedi ki, mən heç nə bilmirdim. Bəs niyə dayanmadın? Dedi, gördüm, Həzrət hərəkət eləyir, mən də hərəkət elədim. Bax, mütləq itaət budur. Mütləq tabi olmaq budur, öz imamın vilayətin qəbul eləmək budur. Gördüm, hərəkət eləyir, mən də hərəkət elədim. Cabir adlı bir şəxs olub. Cabir Cofi, İmam Baqir əleyhissalamın zamanında yaşayıb bu şəxs. Nəql edirlər, İmam ona bir gün məktub yazır. Cabir, qamışdan at düzəlt özüvə, düş Küfənin küçələrində gəz. Cabir yaşlı kişi idi, saçı saqqalı ağarmışdı. Soruşmur, sual eləmir İmam Baqir əleyhissalamdan ki, niyə, bu yaşda nə, xeyr ola. Elə də eləyir, bir qamışdan at düzəldir, düşür Küfənin küçələrinə, güvən deyir ki, bu dəlidir, bu yaşında qamışdan at sürür. Bir müddət bu cür davam etdikcə bütün Küfəyə yayıldı ki, Cabirin başına hava gəlib, Cabir dəli olub. Özdə bu şəxs necə şəxs olub? Yazırlar 70.000 əhl-i beytdən nəql olunan sirli hədisin elminə sahib olub bu şəxs. Yəni, balaca adam olmayıb. Bir müddət keçmişdi bu elə Mədinənin küçələrində, Küfənin küçələrində qamışdan atla gəzirdi özü üçün. Mədinədən məktub gəlir, Mədinə valisindən. Orada Cabir adlı bir şəxs var, o bizim üçün təhlükə yaradır. Təhlükə mənbəyidir, onu aradan qaldırın. Soraqlaşır Küfə yetkililəri, valisi kimdir bu Cabir? Baxırlar ki, bu başına artıq hava gəlib. Götürür məktub yazır Mədinə valisinə ki, sizin dediyiniz Cabir artıq o təhlükədə adam deyil. Artıq o ağlını itirib,
qamışdan at minib Küfənin küçələrində gəzir. Bir müddət keçdi, İmam Baqir əleyhissalamdan növbəti məktub gəldi. Cabir, daha yığışdır qamışdan atı. Bura qədər lazım idi. Cabir heç soruşmadı, mən niyə belə eləyim. Qeydsiz, şərtsiz tabi oldu imamına. İmam da onu bilirdi, onun həyatı təhlükədədir, onun üçün bu əmri vermişdi. Ona lazım idi ki, bu cür eləsin ki, həyatı təhlükədən amanda qalsın. Və belə də oldu. O da mütləq itaət əsas şərtdir. Qədirxum bayramı bizə bunu deyir ki, biz Peyğəmbər yolun dayandırmadıq, biz davam eləyirik. Bu yol bitmədi, bu yol tükənmədi. Qədirxum Həzrət Əlinin fəziləti, ümumiyyətlə, ali şəxslərin fəzilətindən söz açdın ya açmadın, onların fəzilətini artırmırsan, azaltmırsan. Məsələ bu deyil, mövzu bu deyil ki, biz oturaq burada Həzrət Əlinin şəxsiyyətinin aliliyindən danışaq. Düşmən də bilir ki, o necə ali şəxsdir. Məsələ budur ki, biz bilək ki, Peyğəmbər yolu, risaləti dayanmadı. Biz bunu anlayaq, bunu bilək. Peyğəmbər risaləti davam elədi Qədirxumla. Biz Qədirxumu qəbul eləməyinə, yəni Peyğəmbərə bu mesajı veririk, sənin əmrivə tabi olduq. Sən bu xütbəni eləmişdin, bizə də indi çatdı bu xütbə. Bu xütbənin mətni, bir hissəsi məclisdə qulağımıza çatdı. Elə bil ki, sənin dövründə eşitdik. Eşitdik və bizim üzərimizə düşən itaət eləməkdir. Bizim üzərimizə düşən, ya Rəsulallah, sənin yolunu davam etdirməkdir. Qədirxum ilahi məqamlara çatmaq üçün, tövhidin mərtəbələrin, mərhələlərin adlamaq üçün Peyğəmbərdən sonra əsas nərdivandır, pillədir. Allah eləməmiş birdən oradan büdrəsən, çox pis yıxılarsan, çox pis əzilərsən. Odur Qədirxum həm də Həzrətin vilayətin iqrar eləmə günüdür. Gəlmişik ki, deyək, əşhədü ənnə əmirəl-mümininə əliyyən vəliyullah. Allah bizləri Mövla Əli əleyhissalamın vilayətində sabit qədəm olanlardan qərar versin inşallah. Allah hər kəs dünyadan köçəcək, biz də dünyamızı dəyişəcək. Allahdan duamız, istəyimiz budur. Qəbrimizin əvvəl gecəsində Mövla Əli əleyhissalamı başımızın üzərində hazır qərar versin inşallah. Bayramımız mübarək olsun, gələn günlərimiz xeyirli olsun. Allah bu xalqı Əhl-i Beytin vilayətindən, yolundan, Qur'anın xəttindən ayrı salmasın inşallah. Vəssalamu aleykum və rəhmətullah. Salavat Muhammed və Ali Muhammed zamanında.